Bu videoda ikinci qruplara dəstək olaraq situasiya məsələlərinə baxacaq. Belə bir situasiya ilə gəlin tanış olaq. Deyir, tələbələr 3D printerdə aşağı hissəsi ox kəsiyinin təpə bucağı düz bucaq olan. Deməli, burada 3D printerdə bir dənə baxın belə bir silindir. Aşağı hissəsi təbii ki bu silindrin oturacağına bağlı belə bir konus, hansı ki konusun təpə bucağı 90 dərəcədir. Və yuxarıda isə yarım kürə çap olunur. Baxın, bu da kürə. İndi bizdən nə soruşur? Gəlin ona baxaq. Deyir ki, detalın bütövlükdə hündürlüyü 4 santimetrdir. Və daha sonra deyir ki, radiuslar eynidir. Yəni, bütün kürənin, konusun, silindirin hamısının radiusları eynidir. Yadda saxlayın, konus, düzbucaq, bərabər yanlı düzbucaqlı, üçbucaqdır. Silindir isə bərabər tərəfli silindirdir. Deyir, 12 ədəd detal eyni zamanda qoşulmuş 2 printer vasitəsilə 8 saata çap edilir. Uşaqlar, gəlin əvvəlcə birincini həll edək. Baxın, bu silindirin radiusları hamısı eynidir. Bax, bunların hamısı erdir. Və bir şey yaddan çıxarmayın ki, bu bərabər tərəfli silindir olduğu üçün H da 2 yerdir. Yəni, baxın, bu da 2 yerə bərabərdir. Plus, bu konusda bərabər yanlı düzbucaqlı üçbucaq olduğu üçün düzbucaq təpəsindən çəkilən median hipotenuzun yarısıdır. Bunda hamısı 4'dür. O zaman siz, baxın, yuxarı R, silindirin hündürlüyü 2 R, konusun hündürlüyü R. Bunların hamısının cəmi 4'dür. Buradan R tapılır ki, 4 R, 4 R 1 oldu. İndi gəlin həcm hesablayaq. Həcm nədir? Birinci kürədən başlayaq. Yarım kürənin həcmi nədir? 3'də 2 pi r kubu. Silindirin həcmi nədir? Pi r kvadratı h. Bəs konusun həcmi nədir? 3'də 1 pi r kvadratı h. İndi gəlin bir əvəz edək. 3'də 2. Deməli, pi vurulsun. Radiusumuz 1'dir. Sonra pi vurulsun. Radiusumuz 1'dir. Hündürlük isə ondan 2 dəfə çox olduğu üçün hündürlükdə 2'dir. Üstə gəl, 3'də 1 vurulsun. R'imiz 1, hündürlükdə 2. Hesablasaq bu eləyəcək 3'də 2 pi. Üstə gəl 2 pi. Üstə gəlinsin. Hündürlük də burada da bir dəqiqə. Bu 2 deyil. Bu konusun hündürlüyüdür. Konusun hündürlüyü burada göründüyü kimi budur 1'dir. Yəni bu da 3'də 1 pi. Cavab elədir 3 pi və uşaqlar burada pi'nin də qiymətini 3 verib. Deməli birinci sualda cavab oldu 9. Yadda saxlayın, hər zaman bu situasiya məsələlərinin bir dənəsi daha çox sadə düşür. Ehtimala əsasən çox yer verirlər. İndi burada da ehtimal var. Deyir, printerlərdən biri digərindən 1 saat tez çap edirsə, uşaqlar bu nə anlama gəlir? 2 dənə printer işləyir. 12 ədəd vərəq çap olunub. 12 ədəd vərəqin tutaq ki, birinci x-in çap eləyib, ikinci 12 minus x-in. Uşaqlar, bu da 8 saat işləyib. Bu da 8 saat işləyib. İndi bir düşünün, 8 saat ərzində x dənə vərəq, x dənə detal daha doğrusu çap eləyir. Detal düzəldir. O zaman və aralarında deyir 1 saat bir detalı o birindən 1 saat tez çap edirsə. Uşaqlar, x dənə detalı 8 saata çap eləyir. Bir detalı neçə saata çap eləyər? Sual. Deməli, sual işarəsi nəyə bərabərdir? 8 bölü x-a. Yəni, hardan alındığını göstərmək üçün yazdım. Bu da 8 bölünsün 12 minus x-a və daha doğrusu aralarında 1 saat fərq var uşaqlar. Ona görə bunu belə gəlin yazaq. Aralarında 1 saat fərq varsa 8 bölünsün 12 minus x çıx 8 bölünsün x və bu bərabərdir nəyə? 1 saata. Ortaq məxrəc tapdıq. 12 minus x vurulsun x. Yuxarıda 8'i bu tərəfə keçirdirəm uşaqlar. Bax, 8'i elə bir 1'ə böləcəm. İndi başa düşəcəksiniz nəyə deyirəm. X minus 12 plus x bərabər 8'də 1 yazacağım bu şəkildə. Və burada alınır 2x minus 12 vurulsun 8 bərabərdir. Mənfi x kvadratı üstə gəl 12x. Tənliyi həll eləsəm 16x çıxılsın 96 bərabərdir mənfi x kvadratı üstə gəl 12x. Hamısını bir tərəfə keçirdin. X-in kvadratı plus 4x minus 96 bərabər 0. İndi baxaq görək bunun kökləri nə ödəyir? Hasili 96 olub. 12 ilə 8 elə bilirəm ödəyir. X plus 12 x minus 8. Bəli, x-imiz 8'dir. Tapdıq ki, birinci 8 detal hazırlayıb. İkinci də 12'dən 8 çıxanda 4 detal. O da deyir ki, neçə saata çap eləyər? 8'i 8'ə bölürsən
biri 1 saata çap eləyir birini. Digərində 4 detal hazırladığı üçün 8-i 4-ə bölürsən, biri də bir detalı 2 saata. Elə bil printerin biri bir detalı 1 saata çap eləyir, digərisi 2 saata. Bu da ikinci tənlik. Keçdik üçüncü ehtimal məsələsinə. Ehtimal məsələsində isə uşaqlar deyir çap olunacaq detalların 25%. 12 məsələyi oxuyun. 12 ədəd detal var. Onun 25%-i ağdır. 12-nin 25%-ni tapsınız nə qədər eləyər? 3 dənə detal. 3 dənəsi ağdırsa uşaqlar 12-dən 3-ünü çıxaram. Neçə dənəsi qaradır? 9 dənəsi qaradır. İndi deyir təsadüfi seçilən 2 detalın. Baxın siz təsadüfi oradan 2 dənə detal seçirsiniz. Deməli 12 dənə detaldan ikisini seçirsiniz. Müxtəlif rəngli olsun. Yəni birini 3-dən seçin, birini 9-dan. Bu deyilir uşaqlar. Yuxarı 3 vur 9, aşağı da 12 vur 11 bölü 2, 66. Bunlar ixtisar gedir. 22, testin cavabı 22-də 9. İndi gəlin keçid eləyək növbəti, belə deyək, suala. 200-dür. Və bu paralelipiped şəklindədir. Və indi tutaq ki, bunun eni x-dır, uzunu y-dir. Bu hündürlüyü də ki, verilib 40-dır. Deyir ki, amma burada indi en uzunluq məsələsində qayıdıb, bu birinci sualda deyir, akvariumun oturacağının eni uzunluğundan 10 cm kiçik olarsa, en x-dır, uzunluq x plus 10'dur o zaman. Onun ölçülərini tapın. Bu düzbucaqlıdır da, düzdür yeri, akvariumda. Bunun yeri düzbucaqlıdırsa, deməli, x vurulsun, x plus 10 bərabər 1200-ə. İndi tənliyi həll edirəm. X-in kvadratı üstə gəl 10x minus 1200 bərabər 0. Bu hasili 1200 cəmi 10 olan ədədlər 30 ilə 40 ola bilər. X plus 40, x minus 30. Bu da x-imiz təbii ki, müsbət ədəd olmalıdır. X 30-dur. Onda belə çıxır, bunun eni 30-dur, uzunu da 40-dır. İndi birinci məsələni tapdıq. Ölçü deyirdi, ölçünü tapdıq. Keçək ikinciyə. İkincidə deyir ki, akvariumda hər balığa neçə kub desimetr yer tutur? Birincisi ona fikir verək ki, məsələdə kvadrat santimetr, kub santimetrlə işləyəcək. Akvariumda balığın yer tutması akvariumun həcmi deməkdir. Yəni biz bu akvariumun həcmini tapmalıyıq. V bərabərdir, A vur, B vur, C. Yəni 40, vur 30, hündürlüyü də 40-dır. 4 üçün 12, 48, 4800, yox, 48.000 kub santimetr. İndi mən tapmalıyım ki, 1 desimetr kubum, 1 desimetr 10 santimetr, 1 desimetr kubu da 1000 kub santimetrdir. Bunu 1000-ə böləndə 48 kub desimetr qalır həcmi. İndi bu da deyir ki, akvariumda hər balığa neçə balıq var idi? Akvariumda 8 qırmızı, 8 qırmızı, 4 sarı və 12 ağ balıq var. 24 dənə akvariumda balıq var. Akvariumda həcmi 48 kub desimetrdir. Onda hər balığa 23-cünü həll edirəm. Nə qədər yer düşər? 48-i 24-ə bölərəm. Hər 24 dənə balığa bölərəm. Hər balığa 2 kub desimetr yer düşür onda orada. Bunu da başa düşdük. Gəldi növbəti. Deyir ki, Aysun, 3-cü 24-cü sual. Aysun akvariumdan 4 ağ balıq çıxartdı. Deməli, balığın sayını yazaq. 8 dənə 24-dən. 8 dənə qırmızı, sonra 4 dənə sarı və 12 dənə ağ balıq var. Aysun buradan 4 dənə ağ balığı çıxardır və bundan sonra təsadüfi çıxarılan bir balığın ağ və ya sarı olma ehtimalını tapır. Balığı çıxartdığı vaxtı qaytarmır, amma burada indi bir şey var. Orada ağ və ya sarı deyir. Əgər biz ehtimaldan və ya ilə rastlaşsaq, bu adam deyir ki, təsadüfən bir balıq çıxartacağım, ya ağ olsun ya sarı. Bu uyuşmayan hadisədir. Çünki bir çıxartdığım balıq ya ağ ola bilər, ya sarı ola bilər. Ona görə əvvəlcə nə edirəm? Aysun buradan 14 dənə ağ balığı çıxartdı. Nə qədər qaldı? 8 qırmızı qaldı, 4 sarı və 8 dənə ağ qaldı. Bu da belə çıxır ki, 20 dənə balıq qalıb. İndi mən tapım ki, Aysunun bu 20 balıq içindən ağ çıxarma ehtimalı nə qədərdir? Birinci ağ çıxarma ehtimalını tapıram. Xeyr, 20 dənə balıq var burada. 20 dənədən ağ olma ehtimalı 8 dənədir. İndi 20 dənə balıqdan sarı olma ehtimalı nə qədərdir? 4 dənə.
Uyuşmayan hadisədir, çünki orada və ya var. Və həmçinin belə məntiqlə də düşünəndə, bu bir balıq çıxaracaqsa, bu balıq ya ağ olacaq, ya sarı olacaq. İkisi eyni anda ola bilməz. Ona görə uyuşmayan hadisənin də ehtimal dərsindən bilirik ki, toplanılır. 20-də 8-in üstünə 20-də 4 gəlirsən, 20-də 12, hətta 4-də də ixtisar aparırsan, 5-də 3.